övladı tanımalıdır. Tamam mı? Tamam, kısa bir şey diyeceğim, sizi dinlemeyeceğim. Siz patlatacaqsınız. Sizə baxan valideyn görmür. Belə də dalın. Yaxşı mı? Kısa. Tamam. Potansiyel var. Tamam. Valideynlərin məşhur bir cümləsi var ki, sən neçə yaşında olursan, o mənim gözümdən çox uşaqsan. Bəli, mən də dinləyir. Yaşımda. Aha. Deyirsiniz ki, özünüzü ona sübut Bəli. eləməlisiniz. Onun üçün də addım atmalısınız və əksinə getməlisiniz də Ne valideynlər. demek istediğini getmir? Öz bildiğini getirmelisin. Öz bildiğim onu bulduğunu evet. getmelisin. Aha. Yəni addım atmalısan ki, özünü ona sübut eləyəsən və gözündə artıq bir şəxsiyyət Özünü kimi onu sübut formalaşır. edəmirsən, özünü sübut edirsən. Valideyni seyirci qisminə qoyursan, qərar verici qisminə çıxardırsan, qoyursan seyirci qisminə, mən edirəm, sən izlə. Yanaşma. Ona Yəni, əksinə gedirsən. Gör indi qaqanlar aracaq. Hə. Görün sənin qızın nə aracaq? Bir şeydə gedirsiniz və valideyni seyirci qisminə oturtmalısınız. Və tadım deyir, gör ki, siz söz eşitirsiniz. Amma deməli ki, valideyn sizi tərk edəcəksə, düşmən ki, o yerdə kənardan övladısınız. İzləməyə, arxavızda əsməyə qalmalısınız. Tamam mı?